Bilirəm ki, bir çoxunuz indi sizə deyəcəyim bu sadə məlumatları bilirsiniz, amma əgər aranızda bilməyənlər varsa, onlar üçün də faydalı olacağını düşünürəm. İlk öncə onu qeyd eləmək istəyirəm ki, qızlar, gözaltı quruluqdan əziyyət çəkirsinizsə, konsiler istifadə etdikdə, konsiler göz altlarınıza, xətlərə dolursa, xoşa gəlməyən bir görüntü yaranırsa, mütləq və mütləq istər üz baxım rutininizə, istərsə də makiyajdan öncə göz altlarınızı nəmləndirməyi unutmayın. Göz altlarınızı yaxşı bir şəkildə nəmləndirdikdə, həmçinin qırışlanmanın da qarşısı alınacaq. Beləliklə, makiyaj üzünüzə çox gözəl oturacaq və həmçinin gözaltı quruluqdan tamamilə qurtulmuş olacaqsınız. İkinci olaraq onu qeyd eləmək istəyirəm ki, gözaltı qaralıqdan əziyyət çəkirsinizsə və bu daxili və irsi problem deyilsə, yorğun həyat rejimindən, yuxusuzluqdan əmələ gəlirsə, C vitamini serumundan istifadə edə bilərsiniz. Bəli. Üzünüzə tətbiq etdiyiniz C vitamini serumunu göz altlarınıza tətbiq edə bilərsiniz. Həmçinin bununla yanaşı kafein tərkibli serumlar, hialuronik asidli serumlar tətbiq edə bilərsiniz. Apteklərdən serum almaq istəmirəm deyirsinizsə, çox ucuz qiyməti askorbik asid, yəni C vitamini ampulasını da alıb həftədə 3 dəfə göz altına tətbiq etmək mümkündür. Yağlardan nə istifadə edirəm deyirsinizsə, üzüm çərdəyi yağını istənilən markanın alırsınız, yenə apteklərdən həftədə 3 dəfə və ya 4 dəfə incə bir təbəqə şəklində göz altlarına tətbiq edirsiniz. Ümid edirəm ki, bu qısa məlumatlar sizin işinizə yarayacaq. Faydalı oldusa nə xoş mənə. Əgər üzünüzdə, göz altlarında və ya saçınızda hər hansı bir problemlər yaşayırsınızsa, sual olaraq mənə yönləndirə bilərsiniz. Hansı problem haqqında daha çox sual və şikayət gələrsə, ona uyğun video hazırlayacağım. Daha faydalı postlarda görüşənə qədər hələlik.